Beləliklə Kamran bəy Rəhimovun start fiti ilə Qəbələ İmişli maçı başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Yoldaşı onu sığortaladı. Və yenə qeyridə götürmə. Jaime Sierra bu dəfə qeyridə götürür. Juninho ötürməsini edir. Diogo Almeida və gol! İmişli hesab açır. Diogo Almeida. 7-ci dəqiqədə İmişli hesabda önlədi. Baxaq, Juninho'nun ötürməsi. Bu golda asistent rolunda çıxış etdi Juninho. Əla gördü Diogo Almeida'nı və Almeida topu uzaq küncə göndərdi. Bir neçə rakursdan golun təkrarını izləyirik. Şahniyarov, Eşkin Əhmədov ötürmə, başla zərbə. Top qapıdan aralı keçir. Domi Massumo. Massumo, Şahin ötürdü topu. Şahniyarov, Şahinin uzaqdan zərbəsi və top qapıdan yan keçir. Qüvvətli zərbə indirmişdi Şahniyarov. Baxdı ətrafına, sol ayağı ilə qüvvətli zərbə indirdi. Top qapıdan Prince Ovoso. Ovoso ötürməsini etdi, yerdə qalıb, hakim davam deyir. Və Massumo! 27-ci dəqiqədə Qəbələ hesabı bərabərləşdirir. Qəbələ 1, İmişli 1. Golun müəllifi Domi Massumo'dur. Baxaq təkrara, Nuğay Rəşidovun ötürməsi, Massumo topu saxladı. Zərbəsini indirdi və bu topa çata bilmədi Andrey Sinenka. Hazır Salahlıya deydi top. Öncə, daha sonra Massumo'ya qayıtdı. Massumo isə topu aşağı küncə göndərdi. Prince Ovoso. Nuğay gördü. Nuğaydan ötürmə. Eşkinin zərbəsi qopçu. Təkrar zərbə. Topu uzaqlaşdırdı təhlükəli zonadan. Bu isə bir qədər əvvəlki epizod. Eşkin Əhmədov qaydan topda Massumu topu qapıya göndərə bilərdi, amma başlı dəqiq oynaya bilmədi. Nuğaydan ötürmə. Qarışıqlıq var orada. Topun yerini indi tapdılar. Ötürmə Massumu'ya. Massumu! Gol! Domi Massumo! Dublunu rəsmiləşdirir Domi Massumo! Baxaq təkrara. Prince Ovoso Massumu'nu gördü və Massumu'dan mükəmməl gol. Topu saxlamadan qapıya göndərir Domi Massumo. Uzaq küncü nişan aldı. Qəbələnin 14 nömrəli legioneri və baxımlı qola imza attı. Domi Massumo. İsmail Akinade. Ovoso'nu gördü. Ovoso topa çatdı. Prince Ovoso sol cinahdan gəlir Qəbələ. Ötürmə Sierra, Jaime Sierra. Top qapıdan aralı keçir. İkinciden zərbə. Juninho'dan ötürmə. Başla zərbə və gol! İmişli hesabı bərabərləşdirir. Diogo Almeida deyir ki, mən də dubl edəcəm. Deyir və hesab 2-2 olur. Maçı da 2-2 hesabı ilə başa çatdı. Baxaq təkrara. Əvvəlcə Ronaldo de Souza zərbə indirdi. Və qapı tirindən dönən topa Diogo Almeida zərbə indirdi. 2-2 olur hesab. İkinci golunu vurdu bu mövsüm Diogo Almeida.
Vegaş. Out atışını uzun ötürmə ilə yerinə yetirir. İdris İnqilabının zərbəsi. Top qapıdan Asfer Qaroğlu keçir. Ötürmə Ronaldo Souza'dan İdris'in uzun ötürmə. Murad Musayev qarşıladı. Adriel Balua. Balua ötürmə Massumu istiqamətinə. Domi Massumu! Domi Massumu! Gol, 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 gol! Çok yerdi Domi Massumu! Hat-trick! Kaxabertskadar ekranlardadır. Yenə məsləhətləşir məşqçiləri ilə Domi Massumu xalq təkrara tüməni qəbul etdi. Topu Andrey Snenkanın qoruduğu qapıdan keçirdi yenə də Domi Massumu. Qəbələ 3 imişli ki Vegaş riskli oynadı ama nəticədə topu komanda yoldaşına ötürə bildi. Juninho yerdə qalıb, hakim davam deyir. Və indi əks hücuma çıxır Qəbələ. Fərid İskəndərov irəliyir sağ cinahdan. Fərid İskəndərov gözləyir, ötürməsini etdi. Eşkinin uzaqdan zərbəsi top qapıdan aralı keçir. 4-cü qola yaxın oldu Qəbələ. Dördüncü qola çox yaxın oldu Qəbələ. Bu epizodla bağlı İmişli futbolçuları etiraz etdilər. Hakim davam dedi. Küncdən zərbə. Yəqin ki bu maçın son epizodu olacaq. Xeyr, Kamran Bəy Rəhimov imkan vermədi Küncdən zərbənin yerinə yetirilməsinə və Qəbələ bu maraqlı qarşılaşmada İmişlini 3-2 hesabıyla məğlub etməyi bacarır.